Kriptoda, fond bazarında yox, kriptoda tez-tez təkrarlanan nepravильная korreksiya görəcəksiniz. Nepravильная korreksiya əslində həm üçbucaqlar gedir, yəni düzgün olmayan korreksiya. Düzgün korreksiya nədir? İmpuls getdi, zigzag düzgün korreksiyadır. Həmin bu zigzagdakı gəlir Fibonacci ilə 0.5-0.6 levelləri arasına, 0.5-0.618 levelləri arasına biz onu ölçəndə. Nepravильная korreksiya odur ki, məsələn, impuls getdi, bir dənə belə üçbucaq əmələ gəldi. Və yaxud da impuls getdi, yenə başlayaq biz mini kurs keçməyə, bunlar DMK-nin hər dəfəsində biləsində. Məsələn, impuls getdi, belə bir şey əmələ gəldi. Korreksiya başış düz, yəni zigzag deyil, yüksələndi, üçbucaq olandı, belənçi bir üçbucaq ola bilər, belənçi bir üçbucaq ola bilər. Və bunların hamısı zigzagdan başqa nepravильная korreksiya gedir. Və bunların da arasında elə biri var ki, o həmişə dəhşətli dərəcədə adamı çaşdırandır. Amma onu görməyi bacarsaz, bir növ sizin silaha çevrilir həmişə o. Və çox vaxt bu baş verir, çox vaxt yox, bu yalnız baş verə bilər, yadda saxlayın, yalnız baş verə bilər. Ya ikinci dalğada, ya da dördüncü dalğada. 3-də və 5-də bu ola bilməz. Niyə? Çünki korrektivlərdə artıq özünü göstərir. 5-ci dalğadan sonra gələn ABC dalğasının içində ola bilər. Çaşdırmayayım sizi, nə deməkdir bu? Yadda saxlayın. İmpuls gedir. 1, 2, 3. Korreksiya birinci A dalğasını verir. Daha sonra B dalğası 1, 2, 3. Birin zirvəsini qırır, keçir və C dalğası 1, 2, 3, 4, 5. Bax budur. Bu kriptoda çox tez-tez təkrarlanan patterndir. Çox tez-tez təkrarlanan patterndir. Fond bazarında bir o qədər tez-tez təkrarlanmır və çox çaşdırıcı məqamdır. Məsələ burasındadır ki, birinci dalğa burada bitib axı. Bu ikinci dalğanın tərkibində gedən artıq hərəkətdir deyənə və qırır birin zirvəsini keçir deyənə bir çoxlarının artıq analizində analiz etməyə biraz maneə törədir. Məsələn, bu patterni biz harada görürük? Gəlirik bura. Yuxarıda çəkdiyimdən baxın necə üst-üstə düşür. Məsələn, getdi birinci impuls. 1, 2, 3. Gedir indi ikinci. B dalğası. 1, 2, 3. Və gəlir ondan sonra 5 dalğa olan. 1, 2, 3, 4, 5. Heç vaxt, məsələn, biz bunu belə çəkirik ya. Heç vaxt olmayacaq ki, bunlar ideal şəkildə belə çəkdiyiniz kimi olsun. Amma çox bənzəri həmin o hərəkəti görəcəksiniz burada. Məsələn, mən belə də çəkə bilərəm bunu, belə də çəkə bilərəm. Əslində, yəni ki, ideal olaraq belə görünməlidir, amma belə də ola bilər. Və yaxud da ki, belə də ola bilər. Və yaxud da ki, belə də ola bilər. İzah eləyə bilirəm nədən gedir söhbət. Zəhmət olmasa çatda bildirin fikirlərinizi. Çatda nə demək? Mən sizə bu dəqiqə elə bir korreksiyalardan birini göstərirəm ki, yenə deyirəm, kriptoda siz bunu tez-tez görəcəksiniz. Hətta bu özlüyündə 1-2-nin içində, yəni ki, mini dalğalar olaraq necə 5 dalğalar peyda olacaq. Bunları başa düşəcəksiniz zamanla. Yəni bu canlılarda yenə də deyirəm, əsas məqsəd odur ki, indi bax məsələn bizdə 50 nəfər üzəri uji qoşulubdur. Yəni bu ay ərzində mən cəmisi 3 yoxsa 4 dənə video paylaşmışam bu haqda. Və hər videodan aşağı yuxarı bir 10 nəfər, 11 nəfər gəlir. Hələ mən bunu aqressiv marketinq eləmirəm də. İndi yaxın günlərdə, harca bir həftəyə 10 günə başlayacaq bunu aqressiv şəkildə reklam eləməyə. Burada əsas məqsəd odur ki, məsələn, kursdan fərqli olaraq biz canlı şəkildə
trade edirik. Və trade etməkdə də məqsəd o deyil ki, bu dəqiqə girdik bura yenə çamadanla pulu götürdük. İşin məğzini anlamaqdır. İşin məğzini anlamaqdır ki, sabahsı gün sizin əlinizdə böyük pul miqdarı olanda tələsmədən həmin o pul miqdarı ilə düzgün şəkildə ticarət edə bilərsiniz. Təcrübədə bunları artıq öz inventarınıza, öz bilik bazanıza yaza bilərsiniz bu gedişatı. Bu analizləri də eləyəndə həmişə, məsələn, mən əvvəldən bu 5 dalğanın yuxarıda məsələn impuls gəlib bura çatanda qeyd edirdim ki, buradan artıq korreksiya gözləyirəm və bu korreksiyanın birinci dalğası gedəndə əvvəlcədən artıq hesabladıq bu 5 dalğa hara düşə bilər. Bu 5 dalğa bura düşdüyü üçün biz pozisiya açmışdıq və gedişatda da yenə deyirəm, analiz edirik ki, nə baş verir ki, artıq tam alaraq əmin şəkildə, yenə deyirəm, əmin olmaq mümkün deyil bazarda, hər şey ola bilər bu dəqiqə. 1000 dənə hadisə ola bilər ki, başqa cür təsir edə bilər. Amma yəni qaydasına gedirsə hər şey, analizlərə baxanda dalğalar da elə bir şeydir ki, pastan nəsə xəbər də oldu, nəsə hadisə də oldu, iminə gəlir bu dalğalarla üst-üstə düşür. Yəni belə bir şey olmur ki, əslində nəsə orada başqa bir şey baş verdi, burada nəsə başqa bir şey oldu. Çünki nəyə görə biz işləyirik Fibonacci ilə biz işləyirik. Həmin o Fibonacci-nin bunu YouTube-da izah elədiyim kimi qurulma strukturu ilahi ölçülər üzərindədir. Kosmik artıq yanaşmadır bu və bu Fibonacci levelləri və həmin bu dalğalar söhbəti əslində insan psixikasının bir cür təzahürüdür həmin bu qrafikdə. Biz insan psixikasını əslində bir növ həmin o ilahi xəttkeşlə ölçə bilirik və o xəttkeşlə düzgün işləyə bilirik. Bəzən səhv işləyirik, bəzən düzgün işləyirik, amma tuturuq nə var nə yox. Hər 10 dəfəsindən bir 4-ünü, 5-ini biz tuta bilirik və bu da bizə artıq nəticə etibarilə qəşəng gəlir gətirir. Deməli, baxaq, bəli, əladır hər şey. 4-cü dalğa bəzən ola bilər ki, birinci dalğanın daxilinə çox cüzi girsin. Bu kursda izah eləyirəm. O ancaq olur 5-ci dalğanın tərkibindəki usiçeniyada. İndi göstərərəm. Qəşəng sual, indi göstərərəm. Yenə də trade fırlatdıq tədrisə. Gəlirik bura. Obşin, bunu tutduq söhbəti. Bu kursda da var, indi YouTube-da bilmirəm, bunun haqqında danışmışam yoxsa yox, dəqiq yadımda deyil. Məncə, nepravильная korreksiya haqqında danışmamışam YouTube-da. Bu kurs dərslərimizdəndir. Bu patterni biz gördük burada. Bu, yadda saxlayın. Bu hissə, bu var ha. Bu hansı ki, belə çəkin burada, biləsiniz. Bu A-dır, bu B-dir, bu hissə, bu da C-dir. Yadda saxlayın, həmin bu nepravильная korreksiyanın ən əsas faktor ondan ibarətdir ki, B dalğası həmişə, yadda saxlayın, B dalğası ya biri, ya bir ola bilər bu və yaxud da ki, 3-cü dalğanın zirvəsini qırır. Yəni ki, bu gördüyünüz kvadrat ya 2-ci dalğa ola bilər, ya da ki, 4-cü dalğa ola bilər. 1, 3, 5-də bunu görə bilməzsiniz. 1, 3, 5-də bu baş vermir, yadda saxlayın. Çünki belədir. Qanun belə işləyir bu. Yəni, hələ ki, nə mənim rastıma çıxıbdır, nə də ki, təlim keçdiyim müəllimin ticarətlərində bu çıxıbdır və s. və ilaxır. Dəlşi, biz burada bunu tutduq. Deməli, bizim üçün nəyə gətirirəm sözümü? Səhərdən bunu niyə izah edirəm? Bax, bu patterin var burada. Bax, bunu da çıxardıram, qırağa qoyuram. Deməli, yeni başlayanları, bax, bu necə çaşdıra bilər? Belə hesablayacaqlar. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. Belə hesablayacaqlar bunu. İndi burada yeni başlayanlardan yerdə söhbət. Mən də təzə-təzə başlayan zaten belə hesablayırdım. Təzə-təzə aydın məsələ ki, adam olmur. Təzə-təzə bunu sən iminuşda belə səhv ticarət edib stop da olmalısan ki, sənə çata nə idi səhvin, oturub yenidən baxasan dərsə, yenidən analiz edəsən. Həmin o ingrediyentləri tutasan ki, bunun reseptində, bunu yaddan çıxartdım, bu özəlliyə fikir vermədim. Kim deyə bilər çatda? Burada
1 2 5 dalğalı strukturun hansı qanunlar pozulur ki, buna 5 dalğa demək olmaz əslində? Həmin buna. Mən də ona kimi bir su içim icazənizlə. Okey. Bəli, ilahə hamını qabaqladı. Birinci növbədə 4 qırır biri, 4 biri qırır və üçüncü dalğa öz-özlüyündə 5 dalğa olmalıdır. 4 biri, ən birinci məqam. Əhsən sizə supersiniz. Yəni bu 4 nəfər, 4'ü də bunu yazdı eyni anda. Bu da mənə xoşbəxt edir ki, həqiqətən sizlərə fayda verə bilirəm. Artıq nələrsə öyrənmişsiniz, nələrsə artıq. Belə təcrübəli olacaqsınız bu qrupda. Belə, yəni aylıq bura, yenə də deyirəm, buna sən elə bir simvolik qiymət qoymuşuq ki, siz zaten ayda burada mən verdiyim, elədiyim ticarətlərdən əldə etdiyim stoplarımızı da götürə birlikdə, gəlirimizi də götürək, zaten o miqdarı siz çıxardacaqsınız. Mənim məqsədim burada zamanla, hələn təzə başlayır. Zamanla çox böyük bir iri kütlə yaratmaqdır. Yenə də deyirəm, otur bunu boyuna aqressiv reklam eləsəm daha çox adam yığaram. Amma ki bir müddət geçsin, müəyyən dərəcədə bu az kütlədə rezultatlar olsun. Həmin o rezultatları mən paylaşmaqla bura gətirəcəm kütləni və birlikdə çox şey öyrənəcəyik. Həqiqətən mənə xoşbəxt edir. Deməli, ikinci bir məqamdayım. Məsələn, Telman yazıb, üçüncü dalğa öz-özlüyündə 5 dalğa olmalıdır. Bəli, olmalıdır. Bəzən olur, bəzən olur. Həmin o 5 dalğanı biz görmürük. Bəzən belə də olur. Amma hökmən o olmalıdır deyən fikirlə də yanaşmaq lazım deyil. Amma 90% hallarda belə olur. 90% hallarda belə olur. Və üçüncü dalğanın ən əsas qanunu yadda saxlayın. Üçüncü dalğanı. Bunu tamam başa düşdük. Məsələn, 4. Biri gəlib qıra bilməz. Burada 4 əməlli başlı biri qırır. Məsələn, biz burada gəlib aşağısına bax bunu xətti qoysaq, görürük ki, birin zirvəsini qırıbdır 4. Amma ki, ikinci ən vacib və üçüncü dalğanın bir nömrəli qanunu nədir? Üçüncü dalğa ən qısa dalğa ola bilməz. Yadda saxlayın. Biz gəlirik məsələn buradan da belə bir xətt çəkib birinci dalğanı ölçmək istəsək və sonra bunu gətirib bura qoysaq, baxırıq ki, biraz üstəlikdir, yəni ki, biraz üstəlikdir, okey, qanuna uyğun gəlir, amma gözə yarı da baxanda görürsən ki, bunda üçüncü dalğa ab-havası yoxdur da, yəni ki, bu üçüncü dalğaya zaten bənzəmir bu. Və bu bənzəmir, birinci gözə yarı bunu tutursan. Ya yenə dedim, əslində hündürdür, qanunla üst-üstə düşür, amma görürsən ki, o deyil də, bu üçüncü dalğalı bir şey yoxdur burada. Daha sonra baxırsan ki, bu 4 qırır mı zirvəsini? 4 qırırsa bunun zirvəsini yadda sağ. Bu birinci növbədə sizə ipucu olmalıdır ki, bu nepravильная korreksiya ola bilər. Və nepravильная korreksiya yadda saxlayın. Həmişə tez bazar gözə yarı tutmaq üçün nəyə yada salırsınız? 3, 5 sxemini. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 4, 5. Vəssalam. Bunu gördünüzsə, lap ya. Biraz belə öz təcrübəmə əsasən, indi deyəcəksiniz, bir çoxlarınız deyə bilər, nə dəxli var da, yəni ki. Biraz insan gözlərini o qıyıb, görüntünü biraz bulandırıb baxanda, müəyyən dərəcədə daha rahat görə bilirsən həmin o dalğaları. Çünki aradakı o mini şamlar məşahidə eləmir, məsələn. Həmin 1-2-3'ü görməkdə. Belə də bir metod istifadə edə bilərsiniz. Burası belə, bunu başa düşdüksə, deməli bizim üçün birinci dalğa olur bax bu. Və biz görürük ki, bu gedir 5 dalğalı formasiyaya. Gəlir bu hissədən artıq yenə də Fibonacci ilə ölçürük. Görürük ki, üçüncü dalğamız
həmişə 2.72, 2.618 levelində formalaşır axı. Görürük ki, 2.618-də bu dəqiqə həngamə baş verir. Kimlər ki, yeni qoşulubdur,